Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 251 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hücumlarla əlaqədar 8 hava limanı işini məhdudlaşdırıb. Nijni Novgorod vilayətində azı 10 partlayış səsi eşidilib. Vilayətin Dizerjinsk şəhərində yerləşən partlayıcı maddələr zavodunun ərazisində yanğın qeydə alınıb. Azı bir nəfərin xəsarət aldığı bildirilir. Bryansk vilayətində isə hava zərbələri nəticəsində yerli istilik elektrik stansiyası alışıb. Sakinlərə raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Belqorod vilayətində isə dron zərbələri nəticəsində elektrik təchizatlı obyektləri ciddi zədələnib. Nəticədə 40 mindən çox sakin işıqsız qalıb. Təəssüf ki, Belqorod vilayəti üçün acınacaqlı bir gecə olub. Elektrik infrastrukturu zədələnib. Təcili yardım briqadaları hadisə yerindədir. Dəymiş ziyanın miqyası hesablanır. 7 rayonda elektrik təchizatına ziyan dəyib. 40 mindən çox sakin elektrik enerjisi təchizatından məhrum olub. Krasnodar diyarında isə vurulmuş PUA qalıqları neft emalı zavodunu zədələyib. Ərazidə yanğın baş verib. Nəticədə 2 nəfər xəsarət alıb. Rusiyanın nəzarətində olan Krım yarımadasında isə neft anbarı dron hücumuna məruz qalıb. Terminaldakı yanacaq rezervuarlarından biri partlayıb. Nəticədə ambarda güclü yanğın qeydə alınıb. Rusiya hərbi birləşmələri də Ukraynanın bir neçə regionuna hava hücumları həyata keçirib. Sumi vilayətində dron doğum evinin damına düşüb. Hadisə yerində yanğın baş verib. Hücum zamanı içəridə 11 uşaq, 35 pasiyent və 120 işçi olub. Hamı sığınacağa üst tutub deyə yerli icra orqanlarından bildirilib. Xersonun atəşə tutulması nəticəsində isə bir qadın həlak olub, 12 nəfər xəsarət alıb. Zərər çəkənlərdən ikisi az yaşlıdır. Xarkova dron zərbələrində isə 4 nəfər yaralanıb. Yaşayış evləri, ambarlar və avtomobillərə ciddi ziyan dəyib. Xavər Əliyeva, Natiq Çıraqzadə, ASTV xəbər.